Avtomobil Mercedes W202 gövdədir. Əl tormozunu çəkəndə tam olaraq buraxmırdı. Məsələn, əl tormozunu çəkirsən belə. Gah burada dayanırdı, gah burada dayanırdı. Yəni ayağımla gələ itələməli idim ki, bu yuxarı qalxmalı idi ki, tam əl tormozu buraxmalı idi. Bax, burada fikir verin bu hissəyə. Bu hissə yağlanmalıdır. Daha sonra bilmirəm nə dərəcədə göstərə biləcəm sizə. Bəlkə trosu görürsünüz. Fikir verirsiniz. Yay və yanındakı bir dənə tros gedir gəlir. Bax, gördünüz, qalxdı. O hissə yağlanmalıdır. Yağlandıqdan sonra demək olar ki, problem həll oldu. Yəni əl tormozu bir dəfə çəkilməklə rahat buraxdı. Yəni qısaca ustaya aparmamışdan öncə bir oraları yağladın. Daha sonra isə baxın, görün necə işləyir.